Ayı və qarışqanın nağılı. Ayı bulaqdan doyunca su içib bir kənarda oturdu. Donquldanıb dedi: "Ay canım, nə yeyim?" Birdən balaca bir qarışqa görüb sevindi. "Hə, səni yeyəcəm." Qarışqa qorxdu. Tez yarpağın arasında gizləndi. Ayı yarpağı qaldırıb qarışqanı götürdü. Qarışqa soruşdu: "Məni nə üçün yemək istəyirsən?" "Sənin də bütün ailən də yeyəcəm. Siz gedib bulaqdan su içirsiniz. Belə getsə bulağın suyu quruyar, mənə qalmaz. Sizin nəslinizi kəsmək lazımdır." Qarışqa yalvardı. Dayan, gör nə deyirəm. Məni burax, axırıncı dəfə qardaşlarıma su aparım, sonra qaydaram, yeyərsən." "Sən gedib qaydana qədər dözə bilmərəm, elə indi yeyəcəm." Yemə. Bunun əvəzində sənə dəyərli məsləhət verərəm." Ayı qarışqanı ağzına qoyub utdu. Qarışqalar çox gözlədilər. Su dalınca gedən qara qarışqa qayıtmadı. Balaca cığırla təpəyə qalxıb yola baxdılar. "Bəs bizim qardaşımız niyə gəlib çıxmadı? Bəlkə batıb?" "Yox, onu ayı yeyib," deyə qarğa qarışqalara xəbər verdi. Bütün qarışqalar ayının mağarası tərəfə getdilər. Mağaranın ağzında yeri altdan qazmağa başladılar. Köstəbək böyürdən çıxıb dedi: "Siz nə edirsiniz?" "Ayı üçün quyu qazırıq." "Mən də sizə kömək eləyərəm. Keçən il 2 balamı yeyib ondan intiqam almaq üçün fürsət axtarırdım." Qarışqalar və köstəbək 3 gün 3 gecə yeri qazmağa başladılar. Ayınınsa bundan xəbəri yox idi. Bir gün ayı keyfi kök öz mağarasına qaydırdı. Gecə idi. Ayı ay işığında oynamağa başladı. O qədər atılıb düşdü ki, quyunun üstündəki torpaq davam gətirməyib dağıldı. Ayı qıppıltı ilə quyunun dibinə düşdü. Qarışqalar ayıdan belə intiqam aldılar.